Əziz şagirdlər, əziz balalar, baxaq birbaşa. Kubun neçə tili var? 12 dənə. Məsələn. Kubdur da. Hərəsində 4 dənədir, düzdür? 4 dənə xət. 4 dənə də bunlar olur. 3 dənə 4, 12. 58-ə baxaq. 30 ayıran vurgularına 2, 10. 2, 5, 5, 1. 36'ını ayırıram. 2, 18. 2, 9, 3, 3, 3, 1. Yox, 30'u 2'ye bölündə 15 inir. 15'i də 3'e bölürəm 5. Təmini sinim. Yorğunum. Bir dənə 2 buradan, bir dənə 2 buradan, bir dənə 3 buradan, bir dənə 3 buradan. Əvvəl olur 2 vurursa 6. Eyni vuruqları götürdük. Sonra 59'a baxaq. Yalnız Həsən, Əli və Vüqarın bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Vüqar x-də Həsən 7x olur. Əli nə qədər olur? Deməli, Həsəndə Əlinin 2 misli. Onda Əli olacaq 3/5x. Çünki əldə Həsənin yarısı gedir də. Ya bunların hamısını 2'ye bırak, rahat olsun. Bu 2x'dir. 3/5'i 2'ye vururam, olur 7x. 7'ni də 2'ye vururam, olur 14x. Bizə deyir ki, Əlinin qazanma ehtimalını tapın. Əldə 7x düzdür mü? Ümumi nə qədərdir qazan bunların hamısını qazanmaz? 23x də olur. 23x də 7. 23 də 7. Vəssalam. Nə variantı oldu? C variantı. 30 hektar artıb 42 hektar oldu. Əvvəl 30 hektar idi, indi oldu 42 hektar. Bunu cürbəcə üsulla yaza bilərik. Əvvəlki qiyməti 100% yazıram. Sonraki qiymət x% olur. Əsasam tənasübü həll edik. Yəni, hərəsini 10'a aparıram. 42'ni də 3'e bölürəm 14. X nəyə bərabərdir? 14'ü vururam 10'a. 140%. Əvvəl 100% idi. 140'dan 40 çıxıram. 100% idi. Neçə idi bu? 60. 61 tapaq. Y bərabər 5x çıxı 17. Qraf düzəni yerləşən və ordinatı 3 olan nöqtənin absisini tapın. Deməli, burada 5x çıxı 17 3'e bərabər olacaq. 5x bərabər 20. X bərabər 4. Əssalam. Y variantı. 62. 0,4 dövrdə K. Üstə gəl 0 tam. K dövrdə 4. Bu cəmdə düzgün olması üçün K neçə olmalıdır? Baxın bura, düzgün olması üçün K. Burada elə K gedir. Burada isə 4 gedir. Əgər K 9 olsa, ben toplayıram bunları. 9 deyirəm, özürü sayın. K 5 olsa, 5. Toplasam ne olur? 9, 0'dan dövrdə 9, ha? 0'dan dövrdə 9 1 deməkdir. Onda düzgün kəsir olmayacaq. O zaman gərək K 4 ola ki, o da düz gələ. Hara getdi o? B variantı. 63'e baxın. Y bərabər 2x. 2x yazıram, y'nin yerine olur. 5x üstə gəl 2x. Bərabər 21. 7x bərabərdir 21.
X bərabərdir nəyə? 3'ə. Bizdən nəyi soruşurdu? X, Y, düzdür, hara getdi o? Y də bərabər 2x-dir axı. 2'ni vururam X-ə, yəni 3'ə. Cavab oldu 3, 6. B variantı. Bir dəqiqə. 64. Radius 5 dəfə artsa S bərabər R kvadrat. Radius 5 dəfə artsa sahəsini S dəfə artar. Yəni R 5'in kvadratı olacaq da. Yəni R kvadratda 25 dəfə artar. Y variantı. 65. Burada rahat görünmür. A bərabər 4'də 1 düzdür verib. 3 üstü mənfi 3A ilə bir vur. 3 üstü mənfi 3 üstü mənfi 2A. Vur 3 üstü mənfi 6A'ya oxşur. Mən yazaq da 3 üstü mənfi 2A ilə mənfi 6A toplanır. Vuranda üst-üstə. Olur mənfi 8A. 3 mənfi 8 vururam A'nın qiymətinə 4'də 1'ə. O deyilir 2. 3 üstü mənfi 2. O deyilir 1 bölü 3 üstü 2. O deyilir 9'da 1. Orada elə cavab yoxdur. İndi ola bilsin nəsə orada. Yazıda qara düşüb. Bilinmir də nədir. Əsas odur yolunu düz başa saldım sizə. Düzdür. 66'ya baxın. 2 kökdə neçə eləyir bu? 2 kökdə 25. Çıx kökdə 16. Üstə gəl 2 kök atdı 9. 25 5'in kvadratı. 25'ten kök çıxır 5. 16 4'ün kvadratı. 16'dan kök 4 çıxır. 9'dan da 3 çıxır kök. Olur 2 vur 3. 10 10 çıx 4. 6 6 üstə gəl 6 12. D variantı. 67'ye baxaq. 12 bölü x bərabər mənfi 3 bölü 4. 12'ni ölçü x tərəfərəm 4. Burada 1 qalır. X'i 1'ə vuranda x eləyir də. Bərabər 4'ü vururam 4'ə. Yəni mənfi 4'ə. Mənfi 16. Altmış 7. Altmış 8. Ha. Bayaq ki videoda canlıda yaddan çıxıb bu hissələri izah eləməmişəm. Ona görə təzədən yazım geçsin. Deməli düz xəttdən 4 cm məsafədə yerləşən düz xətt, düz xəttdən 4 cm məsafədə yerləşən. Hər birinin uzunluğu 5 olan 2 mail çəkilmişdir. Bu nöqtədən düz xəttə 2 dənə mail çəkilib. 5, 5. Maillərin oturacaqları arasında məsafəni istəyir. Pifaqor ədədinə görə katetin 1, 4, hipotenuz 5-dirsə, digər katet 3'dür. 3, 3 oldu nə? 3 üstə gəl 3, 6. Vəssalam. 60. Bunu başqa cürdə yaza bilərəm. Baxın, məsələn, bunu bir də A götürürəm. A kvadrat üstə gəl. 4'ün kvadrat bərabər 5'in kvadrat. Pifaqordan işləyirik bunu. Buradan A kvadrat bərabər 25'dən çıxıram 16'na eləyir 9. Deməli, A da bərabər 9'a 3'ün kvadratı. A bərabər 3. Vəssalam 3, bu da 3. Toplandı elədi 6. 69'a baxaq. Əbob AB bərabərdir 5'ə. Əbob AB 5'dirsə, deməli A da B də hər ikisi 5'ə bölünür. O 5x-dir, o da 5y-dir. Bunu bildik. Və bizə deyir ki, A vurulsun B 75'dir. Yəni 5x'i 5y-ə vururam. A vur B də burada. Olur 25xy bərabər 75. 75'i bölürəm 25'ə. X vur y bərabər olur 3'ə. 75'i böldüm 25'ə. Deməli x y sözsüz ki, burada fərqli olacaq. Eyni olsa hasilləri 75 eləməz də. Bu 1'dir, bu da 3'dür.
A bərabər nədir? 5x, yəni 5 vur 1, 5. B bərabər 5y, yəni 5 vur 3, 15. Bu ikisinin cəmi neçə eləyir? 20. Yetmiş. 2x çıx 1. 2x üstə gəl 1 çıx. 4x vur x çıx 3. Bərabər 35 verir. Bizim düsturumuz var da a kvadrat çıx b kvadrat bərabər a çıx b vur a üstə gəl b düzdür. Bu nə olur? A kvadrat çıx b kvadrat olur da. Yəni bu olur nə? 4x 2x'in o belə kvadratı çıx 1'in kvadratı. Çıx 4x x'e vururam 4x kvadrat. 4x 3'e vururam 12x. 4x kvadratlar gedir. 12x bərabər 1'in kvadratını keçirdim ki, bu mənfi daha bu. Kvadrat mənfini apara bilmir. Əgər belə olsaydı mən müsbət 1 olardı. Amma bu mənfi 1'in kvadratı 1, digər bərabərin sağ tərəfinə keçəndə işarəsi dəyişir. Yəni 35 çıxıb 36 yazıram. İndi elədi 36. İndi 36'nı bölürəm 12'yə. X bərabər 3. Tapdıq təmliyin həllini. Sonra 71. AC 7, BC 14 olası bize AB'yi tap. 7 ile 14 toplayacağım, eləyir 21. Yetmiş iki. Bizə deyir B bucağı ilə D bucağı bərabər. B bucağı AO5 AB ilə OC 6. Bizə CD-ni istəyir. Bu bucaqla bu bucaq bərabərdirsə, bura ilə də bura bərabərdir, qarşılıqlıdır. Demək bu bucaqla da bu bucaq bərabər. Üç bucaqlar oldu oxşar. İndi bu tərəflər nisbəti qorunmalıdır. Buranı bölürəm buna. Bunu buradakına bölə bilmərəm. Olmaz. Bu bucaq buradakı bucaqla buradakı bucaq bərabərdir. Ona görə uyğunluq qoruyuram. 5'i bölürəm 6'ya bərabər. 6'nı bölürəm x-a. X bərabər 6 vur 6 böl 5. Böl 5. 36'nı bölürəm 5'e. 7 10'da 2. Variant bu variantsızdır. X vur 3 çıx köşdə 10. 5 tamamdır 5 vur 3 çıx köşdə 10. Baxın hər tərəfi 3 çıx köşdə 10'a bölürəm. Amma 3 çıx köşdə 10 bilirik ki, köşdə 9 çıx köşdə 10 deməkdir. Bu da 0'dan kiçikdir. Hər tərəfi mənfi ədədə böldüyümüzə görə bu işarə olur, dəyişir. Olur x böyükdür 5 10'da 5'dir. 5 10'da 5'dən böyük ədədlər hansılardır? 6, 7, 8. Yəni böyük tam ədədlərdə hansılardır? Bunların için ən kiçiyi 6'dır. Bizdən ən kiçiyini istəyir. Cavab oldu 6. 74. Buna 3x üstə gəl 1. 4x üstə gəl 5. 2x üstə gəl 8. 4 vurulsun n. A çıx B bərabərdir n. A birləşir B-yə. N A'dan B-ni çıxanda elə bir diqqət edin. Elə bax. Mən rəngini dəyişdireyim. A'dan elə ki bu hissələrin hamısını kəsib tullamısan. Nə qalıb? 2x üstə gəl 8 qalıb da. 4 vur. 2x üstə gəl 8 bərabər. A birləşir B isə bax bu üçünün cəmidir. X-lar toplayaq. 2x, 3x, 4x. Eləyir nə? 9x. Sonra yəni rəngini dəyişim bunu.
8, 1, 5. O da 14. Əssalam. Mötərizəni vura baxsaq. 8x üstəgəl 4 dəvə 8, 32. Çıx 9x. Bərabər 14. 8x-dən 9x çıxıram mənfi x. 14 çıx 32. 32-ni digətiri keçədindən işarə dəyişir. O da bərabər mənfi 18. X də bərabər müsbət 18. Bizə deyir nəyi tapdı? Mənfi x mənfi 18 olduğuna görə x bərabər müsbət 18. Bizə deyir n b çıxan. B-dən a-nı çıxanda çıxıram a-nı. Bunu kəsib tullayıram qırağa elə bir. Bir dənə bu qalır. N b çıxar 4x üstəgəl 5-dir də. 4 vur 18. Üstəgəl 5 77. Əssalam. 74'te cevap oldu 77. 75'e bakaq bir də. 4 vur 12 üstü n böl 3 üstü n çıx 1 vur 2 üstü 2 n üstü gəl 1. 3 üstü n çıx 1'i 3 üstü n vur 3 üstü mənfi 1 yazıram. 2 üstü n üstü gəl 1 də 2 üstü 2 n vur 2 üstü 1 kimi yazıram. Axı burada vuranda üstlər toplanır. Bölündə də belə n-dən də mənfi 1 toplananda n çıx 1 edir. Ona görə. İndi 12 üstü n-i necə yazıram? 12 2'nin kvadratı vur 3 üstü də üzəri n. Olur 2 üstü 2 n vur 3 üstü n. Deməli 4 vur 2 üstü 2 n vur 3 üstü n. Bunun yerine yazdım bunu. 2 üstü 2 n'dən 2 üstü 2 n gedir. 3 üstü n'dən 3 üstü n gedir. 4'dən 2 gedir qalır 2. Yuxarıda 2 aşağıda 3 üstü mənfi 1. O da olur 2 vur 3 üstü 1 6. Belə eləyim rahat görün. Cavab 6 elədən. Yetmiş altı. M, C, D, B, A. A'nın perpendikular deyim. AB bərabər 6. Deməli burada 6'dır. AM 12. Bir ADM'in dərəcə ölçüsünü tapın. Baxın bura olacaq 30 dərəcə. Niyə? Bu düz bucaqlı 3 bucaqda. Belə götürək də. Bura 6, bura 12. Katet hipotenuzun yarısıdır. Yəni 6 12'nin yarısıdırsa, deməli katetin qarşısındakı bucaq 30 dərəcə olacaq. Bura oldu 30. Bura 30 ise burada 30 dərəcədir. Çarpaz bucaqlar olduğuna görə. Daxili çarpaz. Axı bu tərəflər paraleldir həm də. Düz bucaqlı üst bucağı bizdən bunu istəyirdi. ADM bucağını istəyir. Düz bucaqlı üst bucağın iti bucaqlarının cəmi 90 dərəcədir. X üstəgəl 30 90. 90'dan da 30 çıxıram 60 dərəcə. İndi başqa cür yaza bilərdik. Buradan bura 180 dərəcədir. 90 30 120. 180'dən 120'ye çıxıb 60 alardı. Bura ilə bura 60 olacaq. Çarpaz bucaqlar bir-birinə bərabər olacaq. Cürbəcür yollarından yazmaq olar. 77. Rəhim birinci gün kitabın 40%'ni, ikinci gün 5%'ni, cəmi də 100%'dir axı. Üçüncü gün qalan 110%. Bax 110 hesaba görə üçüncü günə neçə faiz düşür? 100%'dən çıxıram 45%'i. O da bərabər 55% edir. Düz değil mi? Demək 55% edir. Bizə deyir ki, həmin bu 55%-i deməli neçə səhifədir? 110 səhifədir. Faizə görə ədəddir. 110'u bölürəm 55'e vururam 100'e. Bundan bu 7 qaldı. 2'ni vururam 100'e. 200 səhifə. Cavab oldu nə? 200. Bu da belə. 77. 78'e baxaq.
Düz xətli yol boyunca 85 ağac əkilmişdir. Diqqət edin. Bax, xət keçdə. 0, 1, 2, 3. Gəlsə 85'e qədər. Burada neçə dama var? 85 dama olur da. Ağac əkiləndə birinci yeri də ağac əkil. Bax, 1, 2, 3, 4. Gəldi 85'də o, sabah belə olanda. O zaman sıfırdan başlamayıb deyə bir dənə əksik olur da. 84 dama olur. Burada bir dənə C nöqtəsi götürüb. Deyir, A'dan C'yə və C'dən B'yə məsafə 3/4 nisbətindədir. Bura 3x'dir, bura 4x'dir. Olsun. A'dan C'yə, C ağacı A'dan başlayaraq neçənci ağacı axtaraq. Deməli 3x üstəgəl 4x 84'dür. 7x bərabər 84. 84'ü bölürəm 7'ye 12, düzdürmü? İndi bax 3x. 3'ü vururam x'ə, yəni 12'yə, eləyir 36 dənə. 36 dama. Bir dənə də burada əlavə var axı, elə bir. Birdən başlayır. Deməli 36 üstəgəl 1 37 ağac olacaq orada. Sana. Demək, iti buzağın tənbələni trapesiyanın iki oxşar üç buzağa ayırır. Deməli, bunu ayırdı 2 dənə oxşar üç buzağa. Bura oldu alfa, alfa. Burada oldu alfa. Demək, bu hissə ilə bu hissə bir-birinə bərabər oldu. Oturacaqlar 7 və 28. Bura 7-dirsə, burada olacaq 7. Bu üç buzağın 2 dənə bucağı bərabərdir və bu üç bucaqla bu üç bucaq oxşardır. Onda burada alfa, alfa olacaq. Diqqət edin bura. Üç bucaqlar oxşardırsa tərəflər nisbəti oldu eyni. Burada 2 dənə üç bucaq oxşar olanda D var, D kvadratı. Belə deyil, axı buradakı bucaqlar da bərabər olur, belə deyil. Bu bucaqlar həmişə yadınıza qalsa bərabər olanda D kvadratı bərabərdir A vurulsun B-yə. O da bərabərdir 7 vur 28. 7 vur 7. 7 vur 7 niyə yazıram onu? 196. 196 14'ün kvadratı. D də bərabər oldu 14'ə, düzdür? Bu oldu 14. Aha, bura necə 7 7 olmadı? Burada olacaq 14 14. Bunun perimetri nə oldu? 7 7 14 və 28. %56 8'den 7 perimetri oldu onun 56. Ama burada çalışmada səhvlik var. Səhvlik niyə var? Bu 14 ola bilmir axı. Axı 3 buzağın iki tərəfinin cəmi 3-cüdən böyük olmalıdır. 7 üstəgəl 7 böyük olmalıdır bu D-dən. Burada isə bərabər gedir. Cavabı sözsüz ki, onda 56 vermədi, amma yenə çalışmada səhvlik var. Düzgün deyil. Baxa 8-da. Deməli S1, S2, S2. S böyük düz buzağının sahəsidir. X kubu üstəgəl 2x kvadrat üstəgəl 8x üstəgəl 16. S1'i də S kiçik düz buzağının sahəsi verib. X kubu üstəgəl x kvadrat üstəgəl 12x üstəgəl 12. Bunları çıxanda S1'dir, yəni ümumi də S2'dir. Buranı verib M, buranı verib x çıx 2, yəni x çıx 2. S2'dən və buranı çıxanda qalır bizim üçün bu hissə. İndi S2'dən çıxıram S1'i. X kubundan x kubu çıxıram. 2x kvadratından x kvadratı çıxıram. Bir dənə x kvadrat qalır yuxarıda. 8x'dan
12x çıxıram mənfi 4x qalır. 16-dan 12 çıxıram 4 qalır. Nə qaldı? X kvadrat çıx 4x üstə gəl 4. Burada x çıxsın 2'nin kvadratı qaldı. Və o da bu düzbucaqlı sahəsi m vurulsun x çıx 2'dən. Biz bunu həll eləsək. X çıx 2'nin kvadratını yazıram. X çıx 2 vur x çıx 2. Bu da qaldı yerində. M vur x çıx 2. X çıx 2'lər getdi qaldı. M bərabər x çıxsın 2'yə. X'in hansı ən kiçik tam qiymətinə məsələnin həlli var. Aydın məsələ ki, burada x çıx 2 sıfırdan böyük olmalıdır, müsbət olmalıdır. X böyük olur 2'dən, ən kiçik tam qiyməti. Onda gərək x bərabər 3 olsun da 2'dən böyük tam qiymət nədir? 3'dür. Belə. 81'ə baxaq. Bugün əziz şagirdlər, bayaq canlılaşmışdım. Yorulmaqdan diqqət eləmədim, mexanizm. Səhv elədim də, həqiqətən beynimdə oldu. Ondan qabaq da video dərs hazırlayırdım. Video dərs hazırlayandan sonra da bu onların canlılaşmaq məsuliyyəti də çətin. Anlardan beyni yorulur, beyin donur, adi şeylərdə görsə səhv edirsə. Ona görə yenidən bunu hazırlayıb yükləyirəm ki, baxmaq istəyənlər, yəni həmin səhvləri sıfıra indirək, baxanlar cavabları düzgün yoxlasınlar. Demək 81. X kvadratı üstə gəl. Birbaşa yazıram. Üstə gəl x. Üstə gəl y kvadratı. Çıx 5x. Bərabər 29-15. İndi bilərsiniz. Niyə belə yazıram? Bunun üzərində də uzun uzadı. Demək, bunun üzərində nə gəlsəm? Düstur anlar. 0,25 gəlsin. Elə bir ki, x kvadratı üstə gəl. X bizə 2 vur 0,15 vur x-i verir də. Deməli, 0,15. Deməli, bunun üzərinə 0,15'in kvadratını gəlməliyəm ki, x üstə gəl 0,15'in kvadratı alınsın. İşte y kvadrat çıx. 5x'i yazıram. 2 vur 2,15 vur x. Bunda üzərinə 2,15'in kvadratını gəlməliyəm ki. Gələm burada yazardım bir dəqiqə. Deməli y kvadrat çıx. 2 vur 2,15 x. Demək üstünə 2,15'in kvadratını gəlməliyəm ki, y çıx 2,15'in kvadrat üstür alınsın. İndi özümdən bu 2 dənə ifadəni özümdən gəldim axı. Yəni onu bərabərliyin hər iki tərəfinə gəlirik. Yəni 29,5'in üzərinə burada gəlim onu üzərinə. Həm bunu gəlirəm, yəni 0,25'i. Həm də bunu 6,25. Toplayanda eləyir 36. Deməli burada bərabər olacaq nə? 36, o da 6'nın kvadratı. İndi bunun, bu təmliyə vermiş çevirən, daxilinə çəkilmiş kvadratın sayəsini tapaq. Radius neçə oldu? Çevirənin təmliyi düsturu belə idi. X çıx a kvadrat üstə gəl y çıx b kvadrat bərabər r kvadrat. Demək, r kvadrat bərabər 36, r bərabər 6. Demək, burada radiusu 6 olan çevrədir. Bunun daxilinə kvadrat çəkilir. Sözün burada böyük yerinə yazılacaq. Radius 6'dır. Tərəf A-dır. A bərabər, belə bir düsturumuz var. Köşdə 2 vur R. Yox, böyük yer. Yəni köşdə 2 vur 6. 6 köşdə 2. S kvadrat olur nə? A kvadrat. 6 kök hatta 2'nin kvadratı.
O da böyle 6'nın kvadratı 36, köşkdə 2'nin kvadratı da 2. Bu da elədi 72. 81 dənə verib. Belə. Deməli, baxaq görüyor santimetr, millimetr onsuz yoxdur burada. Hələlik bu qədər əziz şagirdlər. Əziz balalar, sağ olun, Allah amanında.